Uşaqlar, bugün gedirik Validə Vəliyeva ilə görüşməyə. Hazırda elmlərdəyik və tədbir Kulabda keçiriləcək. Əslində Validə müəllimlə keçən ildən görüşmək planlayırdım, amma ki qismət olmadı. Artıq görüşə bilərik. Həqiqətən çox heyecanlıyam. Validə müəllim böyük ehtimalla bu videoya baxacaq. Dəhşət dərəcədə heyecanlıyam müəllim. Cidden. Reaksiyası necə olacaq? Və yaxud da ki, nə bilim indi görək də. Mənim adım Cavaddır. Cavad Azimradov tarix olaraq mən 4-cü kurs tələbəsiyəm. 5 illik ixtisasım üçün edirəm. Həm də bir klubun sədriyəm. Deməli ilk öncə müəllim bayaq dediyiniz o səs məsələsinə qayıtmaq istəyirəm. Mən siz ilk video paylaşandan bəri bütün videolarınızı, elə bir videonuz yoxdur ki, izləməyim, bəyənməyim, şərh yazmayım. Və sizin o vaxt videolarınıza baxanda anam gəlir tez-tez təhsilimlə maraqlanırdı. Həqiqətən deyirdi ki, məsələn nəyə baxırsan, nə izləyirsən? Deyirdim müəllim var, Validə müəllim, Validə Vəliyeva. Hətta dərslərinə də qoşulmaq istəyirəm. Təbii ki də hər zaman təhsilimdə müsbət reaksiya veriblər. Nəsə dedi, səsi nə gözəldir müəllimin. Həqiqətən dedi, səsi çox gözəldir. Nəsə mən də özümü sizə oxşadıram. Həqiqətən idealımsınız hətta. O sizdən ruhlanıram. Yəni o sözü anam işlətmişdi. Onun üçün də siz məsələn deyirsiniz, səsimə bir müddət belə reaksiyam yaxşı olmayıb və s. Yəni səsiniz gözəldir həqiqətən. Həmçinin digər sualım belədir ki, məsələn siz indi parkda, bulvarda və ya hər hansı bir yerdə olanda sizi tanıyan bir insan, yanınıza yaxınlaşan bir insan olurmu? Və reaksiyanız nə olur? Hər dəfəsində belə mən biraz sosial cəhətdən çox aktiv deyiləm, nə mənada. Çox adamla danışsam da gündəlik. Şəxsi həyatımda çox az adam tanıyıram və çox az adamla üzləşirəm. Bir dəfə bir marketin qarşısında olarkən ilk hadisə o olub və bu hadisə bir neçə ay öncə baş verib. Çox insan yazırdı ki, sizi falan yerdə görmüşük, şəhərlər yazırdılar, sağ olsunlar, yaxınlaşmıyorlar. Bu mənim üçün yaxın bir şeydir, çünki tanırım. Qəfil gəldi, Validə Vəliyeva dedi, mən harada tanıyım? Dedi, YouTube'dan şok bir telefon çıxartmaq var idi. Həyatımda elə bir şok yaşamam. İnsan sürüşlər pəkmə, o deyirəm yəni, çıxardık belə. Yenə yaxşı düşdüm, yaxşı çıxardım. Amma en azından sən belə bir müəllim var. Bunu desəydi yaxşı olardı. Belə bir hal olub, daha öncə yazanlar olub. Yazılar filan məkanda olmuşsunuz. Mən də oturmuşam evdə, 3 gündə evdən çıxmıram. Mən kimi oxşatmış ola bilərsən görün. Ay Allah, kimə yenə bənzədirlər. Qəribə məkan adları deyən var. Deyirəm, ay Allah, bura haradır? Məni burada görən olsa mənə nə deyəcək? Yəni bunu buraya yazıblar. Təbii olub, bir neçə dəfə olub ki, yaxınlaşanlar da olub. Şəkil çəkdirəm belə, sağ olsun. İlk selfim orada oldu. Mən məmnunam. Həqiqətən insanlar yavaş-yavaş tanıyır. Ən son Dəniz Moldovarya bu baş verdi. 4-cü kurs tələbəsi. Dedim, deməli məni çoxdan deyilsin ki, artıq 4-cü kursa gəlib, çox şad oldum həqiqət. Olur yəni belə şeylər. Çox sağ olun. Ki, müəllimlər öz təcrübələrini ən azından bölüşə bilsin. Gənc, yaşlı fərq etməz. Zənn edirəm ki, təcrübəni bölüşmək üçün xüsusi bir yaş tələb olunmaz. Qətiyyən gənc olduğum üçün demirəm. Özüm Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Bu ixtisası, eyni adlı ixtisası təbii bitirmişəm. Bakı Slavyan Universitetində təhsil almışam. Və təhsilim 2024-cü ildə o koronavirusun olduğu dönəm və biraz ağır bir dönəmə gəlib. Müəyyən müddət bizdə bilirsiniz onlayn oldu, sonra keçdik daha əyani təhsil artıb 2-ci kursdan. Yəni biraz keşməkeşli bir dövr idi. Lakin olduqca yaxşı bir nəticə ilə bitirə bildim. Belə öyünmək kimi olmaz. 130 nəfər arasından birinci olmuşdur. Heç soğuk mu deyəcəkdim də, amma insanlar Adətən tərzimə və görünüşümə görə insanlar ümumiyyətlə mən oxuyan olduğumu düşünürəm. Bəzən olurdu ki, mən keçirirdim anketlər, bilmirəm məlumatınız var, 2-ci ixtisas üzrə daha hazırda hazırlaşıram, yəni 2-ci bir ixtisasa. Və insanlar qətiyyən mənim normal bir insan olduğumu, qıraqdan əli düzgün bir insan olduğumu düşünmürdü. Qəribə bir təəssürat yaradıram bəzən bu. Hətta canlı şahid olduq və bizim burada uşaqlar var, fəaliyyətlərə gəlirlər olardı, balacalar üçün dərslər falan var. Deyirlər ki, o gələn kimi motor falan baxmışdı, öncəsindən bir hak hazır gəlmişdi.
motosikl və s. biraz insanlar qəribə qarşılayır. Xüsusən Azərbaycan dil müəllimi deyəcəksiniz, qabağında artıq bir personaj var. O ətəkli, səliqəli, nə bilim, ağ köynəkli birisidir və belə bir personaj məndə heç vaxt olmayıb təəssüf. Tamam, onda lap əvvəldən soruşaq. Azərbaycan dil müəllimliyindən yönəlməniz nətər oldu, hadisəsi nətər gəlişdi oradakı prosesdə? Bilirsiniz, biraz bu məntiq evliliyi kimi bir şeydir. Çünki həqiqətən mən olduğum dönəmdə hazırlıq biraz mənim üçün çətin olmuşdu. Maddi sıxıntılar və s. Və Yaxın çevrənizdə də dəstəkləyirdi bu qərarınızı, yoxsa da Niyə əslində deyim? normal Mən olaraq belə deyim də, mən universitetə girəndə atam mənə inanmadı. O cavablar çıxana qədər olan müddətdə deyirdi ki, mən düşünməzdim ki, sən bunu edəsən. Çünki birdən deyim, biraz maddi sıxıntılar və s. hazırlıqlara çox getməmək və insanlar düşünürdü ki, hər halda yəni, belə düşünürdü. Fərqli bir həyat tanımaq, fərqli mühit tanımaq çox faydalıdır. Məsələn, ona görə hər zaman bunu dəstəkləyirəm. Ancaq özüm bunu etməmişəm. Bu mənim ən böyük səhvimdir. Çünki ancaq oxuyurdum, inanırsınız. İkinci kursa qədər daim deyək ki, müasir Azərbaycan ədəbi dili cildlərin arasında itib batmışdım, lüğətdə itib batmışdım. Artıq 3-cü, 4-cü kursa gələndə onun başıma gəldi. Onda da mən artıq dərs deməyə başladım. Və demək olar ki, müəllim yapışdı məndən ki, yox, sən danışmalısan və nə etdim? Cəmi 5 dəqiqə vaxt istədim. 5 dəqiqə ərzində mən yadıma gəlir o proqram vasitəsilə elə bir şey hazırladım ki, inanın, özüm belə dəhşətə gəlirəm ki, orada bu əməli törətmək yəni mümkünsüz idi. 5 dəqiqə içində rəng alıb rəng verdim və elə bir PDF hazırladım və çıxdım onu mütaliə elədim eyni zamanda. O cəhətdən yaddaşıma güvənirəm və insanlardan da aldığım oradan-buradan bilgi kifayət elədi, bunu qarışdırıb özümü sübut edib. Orada biraz saxtakarlıq eləmişdim, daha məcbur, çünki 0 yazmam veriliydi adam. Oradan belə olmuşdu. Yox, halal, yəni bizdə hər şey deyirsiniz. Şahidlər sizə qarşı deyən böyle yansıma konuşmuşsunuz. İnanırsınız, o qədər. 2 dəfə belə. Əllər yanda. Hazır yuxarı qalın. Hazır. Hamı eyni sırada durursunuz. Hamı yetişir. Hazır. Mən də başlamadım düşdüm. Düşməyəcəm. Başımızı azladı bir... Normal başlar gəlir. Tamam, patmalı yedirik, törələr də halaldır məncə. Bu formada belə yerləşdiririk hər öz növbəsində. Deyək ki, mən biraz yaxın alayım, birləşdik. Həyəcanlandı bilmədən eyniz. Motosiklimin yanında çəkmə başladı. Hazırda görüşdən çıxmışıq. İndi isə gedirik şəhərə.